Salam dostlar. Çox suallar gəlir. Karbüratora necə regulovka vermək lazımdır? Bu günləri onun sualını sizə göstərəcəyim. Motoru işlədirsiniz. Əgər motor tez-tez işləyirsə, əgər qabaq reduktor fırlanırsa, onu baba buradan azaldırsınız. Buradan azaldırsınız. Yəni sola azalır, sağa isə çoxalır. Yəni bunu sola sağa verəndə özünüz hiss edəcəksiniz ki, qaz çoxalır, azalır. İndi bunu xodlayacağıq və baxacağıq. Sonra burada benzinin yeri var. Regulovkası, benzin yeri regulovkası var. Bunu ancaq elə bir işə düşəndən sonra, yəni qaz verirsiniz, əgər boğulursa, biraz qazda boğulursa, onu biraz sıxacaqsınız. Bunu sıxacaqsınız. İndi mən bunu işə salıram və sizə göstərəcəyəm. Bu beləncini işləməlidir. Yəni bu benzin regulovkasını yəni bağlayırsınız. Sonra onu 2 yarım qoyursunuz, əladır. 2 yarım açırsınız. Və belə. Sağ olun.